Cruises.az-ın dəyərli dostları, dəyərli müştəriləri, Costa Toscana gəmisi, Costa Gəmi şirkətinin axırıncı gəmisidir, İtalyan gəmisidir. Deməli 9088 nömrəli terraslı balkonlu otaq. Deməli Costa Toscana gəmisində 2 tip balkonlu var. Biri bildiyiniz balkon və otaq. İkincisi də balkon, terras və otaq. Kifayət qədər geniş bir otaqdır və rahatdır. Diğer otaqlarda olduğu kimi, kayıtalarda olduğu kimi hemen girer-girməz sağda Richard bu otağın qulluq eləyənidir. Kimlər qulluq eləyəcək? Kondisionerin tənzimlənməyi, işıq yuvası və işıqları yandırmaq üçün. Deməli, hemen sağ tərəfdə girişdə safe, həmişəki qayda. Deməli, buradakı yenə duş. Bu şekil. Təqibində xilas edici jiletlər, asılqanlar və ütü və təmizlik üçün ehtiyacı olan halda sifarişlərinizi verə biləcəyiniz. Deməli, həmən girər-girməz otağa sağ tərəfdə sizi bir divan qarşılayır. Böyük bir divandır. Diğer otaqlarda dediyim kimi burada həm uşaqlar, həm böyüklər yata bilər. Kifayət qədər böyük bir divandır. 2 nəfərlik çarpayı. Diğerlərində olduğu kimi telefon, saç kurutma, fen və teras hissəsi. Bu şekil. Bunu əslində isteğe bağlı olarak böyle bir balkon kimi də fikirləşə bilərsiniz. Burada dincələ biləcəyiniz, xoş vaxtlar keçirə biləcəyiniz ikinci. Ya burada diqqət edirsinizsə bu açılır, içəriyə doğru açılır və bu böyük bir balkon halını alır. Burada isə balkonumuz hal-hazırda Barcelona'dayıq və Barcelona bizi güneşli qarşılayıb. Bu şekil balkonlu, balkonda oturmaq yeri. Burası teras və burası da otaq. Hal-hazırda 9-cu mərtəbədəyik. Gəminin böyüklüyünü, rəngliyini onsuz da sizə deməyə ehtiyac yoxdur. Çox fərqli dizaynda oturub dincələ biləcəyiniz yerlər var burada. Baxın belə. Deməli, təzədən geri qayıdacaq olsaq və rahat bir şəkildə baxaq. Burası balkondur. Bu hissə terasdır. Balkonla eğer istəsəniz ki açılsın, böyük bir teras veya balkon halını alsın, onda bu açılır, yığılır daha doğrusu. Və bu şekil burada rahat xoş vaxt keçirdə bilirsiniz. Və bu da otağımızın özü. Yəni teraslı, balkonlu istəyəndə Costa Toscana gəmisi üçün danışıram. Bu tip otaqları təqdim edirik ki, isteğe bağlı olarak ya bu sadece balkonlu olabilir və yaxud qiymət fərqi ilə bu teraslı, balkonlu belə bir otaqda kruiz səyahətinizi həyata keçirdə bilərsiniz. Bu tam giriş. Bax belə.